Sizlərini salamlayıram. Belə bir 32 plus usta yoldaşımız gətirib. İşdə da özləri söküblər. Deməli, burada problem nədir? Biri xoplayanda baxın, çəkib bir yanır. 1-2 saniyə işləyir, gördünüz, çək hibrid. Diagnostik elədik. Diagnostika nəticəsində P3107 214 pat kodu ilə verir, küsur kodu. Bu da o deməkdir ki, plus B-yə kan xəttində plus B-yə qısa qapanma var və yaxud kan xəttinin tamlığı pozulub. İndi bir-bir yoxlayacaq. Belə problem nəydən ibarətdir əsasən və həmən SRS blokundan da olurdu. Deməli, belə bir qısa raspinovkaları yazdıq hamısını və başladıq yoxlamağa. Burada da nə müəyyən elədik? Bu ayaqda deməli olmalıdır plus. Plus yox idi. Burada birbaşa plus verdi. Gördük hər şey qaydasına düşdü. İndi göstərəcəm sizə. Onu bərpa eləyək, ipini göstərəcəm. Deməli, birinci bu işdəkirin raspinovkasını yazmışıq hamısı. Yəni pinlər hara gedir? Onlar yoxlanılacaq. Buradan yoxladıq qaydasında. Sonra priborkadan ora qaydasında, oralar qaydasında yoxlamışıq. Sonra qalır stoykalarda zərbə daçikləri. Buralardan çıxmasa keçəcək mühərrik hissədə, orada sensorlar var, zərbə sensorları. Onları yoxlayacaq. Bu da işin sonraki nəticəsi. Çek hibrid sistemimiz getdi. Deməli, bir-iki qüsur kodları qalıb bu stoykalardakı remenlərin. İndi onları da bərpa eləyəcək və müştəriyə təhvil verəcək.